Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Bakı Tekstil Fabriki Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə ilkin yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib, elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydasının tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb, obyekt od söndürən balonlarla tam təmin olunmayıb, təxliyə planı mövcud deyil, obyektin taxta konstruksiyalarına oda davamlı məhlul hopdurulmayıb, obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub, istehsalat və ambar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, ambar sahəsində mallar yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun yığılmayıb, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektin tikinti və layihə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Bakı Tekstil Fabriki Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.